Məmmədov ağası. Aha. Nə baş verir? Mən işə gedəndə 9 nömrə ilə bu sentralni Ceyranbatanın içində minirəm, çıxıb gedirəm işə. İndi gərək mən yolun o tərəfə getməliyəm, 9 nömrəyə. Orada pələkənlə qalxmağım, yaşlı adamam mən, çətinlik verir adama. Ona görə bura sərf eləyir, burada 9 nömrə həmişə işləyirdi, həmişə qalırdı. Nəsə bu səhv oldu, 9 nömrə köçürdülər o tərəfə. Bizə dayanacaq burada, hə? Bəli. Ceyranbatan qəsəbəsinin dayanacağı. Həmişə dayanırdı burada. Həmişə 9 nömrə burada dayanırdı. Burada bir 4-5 gün yolu kəsiblər o tərəfə. Şahidova Reyhan. Reyhan xanım, bax nə qədər müddətdir bu problemi yaşayırsınız? Bir 15 gün olar ki, bax bu problemi bu cəmaət yaşayır. Problemi necə yaşayırsınız? Məsələn, dediyiniz həmin o nəqliyyat avtobus xətti buradan işləmir, ya necə? Yox, bura qədər işləyir, saraya gedir. Saraydan dönür Loğanı yolu Sumqayıta. Gör nə qədər vaxtımız gedir. Bir də ən əsası odur ki, uşaqları biz evdən buraxırıq, gedir məktəbə. Burada minib gedib Sumqayıta düşür. Amma bunlar isə yolun o üzünə keçəndə o körpünün altdan keçir. Sabah bizim uşaqların başına bir iş gələndə bu Nəqliyyat Nazirliyi ona kömək eləyəcəkmi? Nə fikirləşir o? Ceyranbatan ərazisində yaşayan insanların, məsələn, övladlarını Sumqayıta oxumağa gedəndə buradan marşruta minə bilmirlər. Çünki saray və sonra Sumqayıta gedirlər. Ancaq uşaqların dərsə çatması üçün məcbursunuz ki, yəni uşaqlar yolun o biri tərəfində. O yolda çox təhlükəli yol. Bəli, çox həddindən artıq. Mən üzümü tutub. Keçid var, sadəcə olaraq mən üzümü birinci tuturam. Sumqayıtın icra başçısı Fərəcova. Ondan xahiş eləyirəm ki, o məni gözəl tanıyır. Ondan xahiş eləyirəm ki, bizim bu səsimizə səs versin. Bu nəqliyyatı düzəlsin qabaqki qaydada. Ancaq qabaqki qaydada. Ona görə ki, o Sumqayıta icra başçısı gedəndə Abşeronu da özünlə apardı, xeyri yoxdur. Biz oraya tabiyik. O bizim səsimizə səs verməlidir. Və salam qutardı getdi. Biz heç kəsdən şikayətimiz yoxdur. Buradakı icralarıma o aşağı təbəqə yazdılar, göndərdilər. Şəhid ailələrə hamısı ayağa qalıqdı. Qazilər hamısı ayağa qaldı. Səs verən yoxdur, desən başına dönüb. Belə şey olar. Yazılı şəkildə müraciət edilmiş. Müraciət olunub, dediklərinə görə. Olunub. İndi biz nə istəyirik? Biz ancaq Fərəcovdan qabaqki qaydada bizim avtobusumuzu təşkil eləsin. Ağayeva Sərfinaz. 55 ildir mən bu qəsəbədə yaşayıram. Həmişə bizim avtobusumuz olub. Buradan minib getmişik Sumqayıda, bu astanovkadan. Amma indi bizim avtobusu yolun o üzünə keçirdiblər. Biz körpüdən keçməliyik, getməliyik, orada minməliyik. Bunun qocası var, aksiyanı var, çəli ilə gəzəni var. O pləkanlardan çıxa bilmir. İndi xahiş eləyirəm qurum. Yəni orada piyada keçidi də yoxdur. Piyada keçidi yoxdur. Piyada keçidi olmağı da təhlükədir. Çünki sürətlə gedən yol işləyir. Ay xanım, yoxdur. Yəni sözüm Orada çıxmaq mümkündür. Mən necə çıxım orada? Yox. Yəni xahişim budur ki, bu qəsəbənin hamısı, görürsən bəzi adamlar buradadır. Bunu bərpa eləsinlər. Bizim avtobusumuz buradan geçsin. 55 ildir buradan gedib avtobus. İndi də buradan geçsin də. Hamı minsin, uşaqlı, böyülü, məktəbə gedən də Sumqayıda elə geçsin. O saraya gedən bizi maraqlandırmır. Bizim öz avtobusumuz 9 nömrə buradan gedirdi. Onu yolun o üzünə keçirdiblər. İndi biz də gedə bilmirik. Yaşlı, hasarlı, masalı heç kim gedə bilmir. Burada gedən marşrutun nömrəsi 9-dur. 9-dur. O da bu dəqiqə bax yolun o üzündədir. Gərək körpünü keçib gedəsən, orada minəsən. İndi amma mən o marşrutu 9-a kimi gördüm. 9-a ora gəlirdi. O 9-a xanım saraya gedir. Amma bizim 9 varımızdır avtobusumuz. O yolun o özündə dayanır. 9-dur. Bizimki 9. 9-dur bizimki. Bax yolun o özündə donub bu dəqiqə. Gərək körpüdən keçib gedib minəsən. O da bizi sərf eləmir də. Sumka ilə, uşaqla
qoca, hasalı, nə bilim, yeriyə bilməyən. Yerüstü keçiddə ekskalator işləyir. Yo, yo. Pilləkəndi. Ay xanım pləkandır, hündür pləkandır. Çıxırsan, gedirsən özdə üstü də yoxdur. Yağışda, qarda, qiyamətdə adamların başına yağış döyə-döyə qar. Oradan gedə biləcəklər, gedə bilməyəcəklər. Hamısı sürüşəcək, yıxılacaq. Üstü də yoxdur. Hə. İndi bax bu gündür. Xahiş edirik bir sərəncam çəksinlər də bu işlərə. Hə. Üstü olmasın, yəni belə sərf eləmir axı. Sərf eləmir. Üstü deyirəm, yəni üstü də yoxdur da. O gün gedirdim, yağış yağırdı, başım islandı. Yolun özünə keçənə qədər. Yəni problemdir. Ay xanım, başınıza dönüm. Bunu həll eləsinlər. Başqa şikayətimiz yoxdur. İcraya da getdik burada. İcra dedi ki, yazıb vermişəm. 3 həftədir biz bu İcra gündəyik. dediyiniz ərazi nümayəndəsi. Burada, hə. Nümayəndəmiz getdi neçə dəfələrlə. Dedi, yazıb vermişəm. İndi səs yoxdur. Yazıb verib, səs də yoxdur. Tofiq Məlikoğlu. Tofiq bəy, buyurun. Yəni bizim problemamız saat hal-hazırda avtobus problemidir. Mən özüm 35 il xidmət eləmişəm, silahlı qüvvələrin veteranıyam, müharibə veteranıyam. Medallarımın sayını da demirəm. Yəni deməyim odur ki, tək mənə yaşdan yuxarı da adamlar var burada, qocalar, ağbirçəklər var ki, o yolu keçə bilmirlər onlar. Bu avtobus 60, səhv eləmirəmsə desin 62-dən 63-dən bu avtobus burada işləyirdi. Mənim yadımdadır, onda hələ mənim 5 yaşım vardı. 10 köpük verirdi, o avtobusa minib gedirdi, bəli. İndi həmin avtobus işləmir. Bu cəmaət də onun ötəri əziyyət çəkir. Bax, mən məsələ o dəfə, mən bir yalan demərəm, bir ilə yaxındır mən müalicə oluram. Mən məsələn, ortaya yazırlar, o ömərtəyə mən gedə bilmirəm. Hə. Bu saraydır, saraydır xanım. Bu saraya gedir, bax belə. Hə, bu saraya gedir, bizi deyil. Hə. 9A. Bu A'dır, 9A'dır. 9'dur. O da gəlir Sumqayıtdan, gəlir və orada dayanır. O yol, Bakı-Sumqayıt avtobusunda dayanır orada. Hə, biz gərək buradan gedək ora, minək. Əgər gedikdirsə, gərək o pləkanla çıxaq o tərəfə. Bakı-Sumqayıt yolunu ki, pləkanla keçək o tərəfə, o avtobusa minək, gedək Sumqayıta. Bizim də xəstə var, ağbirçək var, ağsaqqal var, o pləkanı çıxa bilmirlər. Başa düşürsünüz? Bunun sabah qışı var, bunun sabah yağışı var. Nə bilim, havalar necə olacaq, o çıxa bilmirlər. Cəmaətin şikayəti bundandır ki, o avtobus öz yerinə bərpa olunsun. Bizim başqa yəni şikayətimiz yoxdur. Ceyranbatan Sumqayıt. Ceyranbatan sonra bir an o bərpa olunsun, bizim köynə avtobus bərpa olunsun. Bu gəlib dayanırdı burada, cəmaət, qoca, uşaq hamısı minib gedirdi. İndi o yoxdur. Bax, bu gedir, saraya gedir o. Gedir saraya. Bizə lazımdır Sumqayıta getsin. Gəlsin avtobus burada bərpa eləsin, bizim köynə marşrutumuzu. Biz onu istəyirik. Demək, buradan gələn 9-a boş getdi həqiqətən. Bəli, baba boş gedir. Boş gedir. Bu adamlar Sumqayıta gedirlər. Bəli. Ya təhsilə, yoxma, nəsə. Bəli, tam. Zakir Talıbov. Neçə ildir burada yaşayırsınız? Mən burada 50 ildir. 50 ildir. Bəli. Bax, bu 50 il ərzində hansı marşrutdan istifadə eləmisiniz? Bax, bu 11 nömrə olub, sonra da bu 9 nömrə belə marşrutlar olub. Hə, onlardan istifadə eləmişik. İndi də gəlib durur o birüzdə, buradakı cəmaatlar hamısı qalır burada. Hərə biri taksi ilə gedir, biri nə ilə, hərə bir marşrutla gedir. Almanın imkanı yoxdur hər. Bəli, heç kimin imkanı yoxdur getməyə. İstifadə eləsin. Əgər lazımsa, bu yığışdırsın buraları, bu avtobus buradan dönsün, geçsin. Bir yerdə biri taksi saxlayıb, biri meyvə satır, hər cəmaatda qala bilər. Yəni probleminiz 9. Problemimiz ancaq 9-un buradan gəlib getməlidir. Bəli, onsuz o özdə kimə sərf eləyir? Bu birisi gedib saraydan quruq verəsən, 5 saata gəlirsən bura. Deməli, bir marşruta minəndə gərək sarayı da görəsən. Bəli. Daha sonra Sumqayıtı görəsən. Bəli. Qabaq gedirdi, normal da gedib gəlirdi. Tam bir saat ərzində əməlli başlı şəhərləri gəzirsiniz. Bəli. Saat yarım vaxt gedir. Saat yarım. Bəli. Saat yarım vaxt. Küçə işıqlarıdır. Uşaqlar məktəbə gedir, axşam saat 7-də çıxır. Axşam. Bəli, heç bir küçədə işıq yanmır. Qaranlıqda keçirlər yolun özünə. Dirəklər yoxdur ki. Dirək hamısı var. Yalandan şirkət gəldi çəkdi. Kim yedi pulu, nə idi, onu biz bilmirik. İndi işığı heç kim yandırmır. Neçə idi bax? Nə belədir? İşıqlar yanmır dirəklər. İşıq başlı bir ildir yanmır da. Çəkəndən çəkdilər. Çəkəndən sonra da 3 gün, 4 gün, 5 gün, 10 gün. Hə, dirəklər bəlkə də 2 ildən çoxdur, olar. Hə, amma yanmır. Heç 5 gün, 10 gün mən bir ay yandı, yanmadı. Sahibsiz itlər burada da daha çoxdur. Ona danışma.
Ha, uşaq da məktəbdən gəlir. Gəlir ya qabağına girərsən, mən yolun o birində olaram. Oradan bura gəlincə mənim 70 yaşım var. Gəlib getmək olmur hər dəqiqə. Sabah bunun yağışı var, qarı var. Hə, işıq da yoxdur. Uşaq da gələ bilmir. Heç bir küçədə işıq yanmır. Dövlət tərəfindən işıq yanmır heç bir küçədə. Bəs Ha, bu da mədəniyyət küçəsini bu da danışır. Ceyranbatanda uşaqlar məktəbdə də oxuyurlar. Neçə məktəb var burada? 2 dənə məktəb var. Biri o birüzdədir, biri bu üzdədir. Yarısı uçlarına biz burada yaşayırıq. Burada oxuyurlar hələ bizim uşaqlarda. Ceyranbatanda nə qədər insan yaşayır? Ceyranbatanda bəlkə nə 10 min, 20 mindən yuxarı adam var. Ceyranbatan sakini olaraq Respublikanın əməkdar veteranıyam. Və mən burada bu cəmiyyət içində yaşayaraq bilirəm ki, Ceyranbatan gözəl bir Respublikanın qəsəbəsidir. Dövlətin, dövlətçiliyin yanında olan insanlar topalaşır bura. Həmişə dövləti, prezidenti dəstəkləyən insanlar yığışır bura. Burada yaşayırlar. Ancaq bugün gəldiyiniz bu məsələ odur ki, bizə Sumqayıt Ceyranbatan marşrutu üzrə işləyən 9 nömrəli avtobus dayandırılıb, buradan onun yeri dəyişilib. Bu çox acınacaqlı bir vəziyyət yaradıb burada. Burada 2 dənə məktəb, böyük məktəb var. Sumqayıt ilə əlaqələr genişdir. Xəstəxanalar Sumqayıtda, təcili yardım Sumqayıtda. Bizim əlaqələrimiz Ceyranbatanın əlaqəsi Sumqayıt ilə daha sıxdır. Ona görə bu fırlanıb buradan Sumqayıta getmək üçün Ceyranbatandan, nə bilim, o yüzdən keçmək, bu körpünü keçmək, xəstələr var burada, yaşlı insanlar var, keçib gedə bilmirlər. Ona görə biz xahiş eləyirik, biz dövlətimizdən, o marşruta kim rəhbərlik eləyir, onlardan xahiş eləyirik və tələb eləyirik. Tələb eləyirik ki, o marşrut elə əvvəl hansı qaydada işləyirdisə, o qaydada işləsin. Mən bu Ceyranbatan cəmaatı... Qəsəbəni təmiz toz içindədir. Dayılı necə hansı marşrut ilə işləyirdisə, əvvəl hamımız razı idi, bu xalq hamısı razı idi, biz də razı və mən bugün bu qəsəbənin adından danışmağa haqqımda çatır və onların fikrini deyirəm, xahiş eləyirik və tələb eləyirik, bir daha deyirəm ki, qoy o marşrut öz yerində gəlsin, işləsin və bu cəmaatı narazı salmaq lazım deyil. Dövlətdən narazı salmaq lazım deyil. Salam, xoş gördük. Yolunuz açıq olsun. Bir söz soruşmaq istəyirəm. Bax, bu Ceyranbatan qəsəbəsinin sakinləri deyirlər ki, bax, marşrutla ən azından belə deyək də getmək çətin olur, bəzən də çatırmırlar. Ümumiyyətlə, bax, bu marşrut hansı yolla gedir? Hara gedir indi hal-hazırda? Saraya gedir. Hə? Saray istiqamətində. Əvvəllər necə getmişsiniz? Bu marşrut təzə açılıb baxır. 9 nömrə? Axı bu 9 nömrə ilə bu adamlar gediblər həmişə. Yəni belə deyə, əvvəl Paz avtobusu olub, ondan sonra Qazel olub, daha sonra 9 nömrə ilə deməli buradan gediblər Sumqayıta. Amma indi yeni bir xətt açılıb. Sadəcə olaraq nə qədər vaxt intervalına Sumqayıta çatır? 8 dəqiqə. Sumqayıta. 8 dəqiqə interval. Yox, nə vaxta qədər çatır? Hansı saatda, hansı dəqiqədə çatır? Yarım saata. Yarım saata. Saraydan gedir Sumqayıta. Ümumiyyətlə, amma əvvəl necə idi? Əvvəl birbaşa idi. Birbaşa Sumqayıta gedirdi. Nə müddətdə artıq bu avtobus xətt dəyişilib? Bir ay yarım olar. Bir ay yarım. Dəqiq. Lap yaxşı. Bu avtobuslar hara aiddir? Sumqayıt nəqliyyat. Sumqayıt şəhər icra hakimiyyətinə. Özünüzü təqdim edə bilərsiniz? Həmidov İlmin. Təşəkkür edirəm. Neçə ildir sürücü işləyirsiniz? 2017-dən. Və 2017-dən də artıq bu qədər insanı sizin avtobusunuza minib aparmısınız Sumqayıta. Hə. Amma halbuki indi hal-hazırda bax bu qədər insan mənzil başına vaxtında gedə bilmir, şagirdlər gedə bilmir. Və bir də sizin avtobusdan 9 nömrədən şagirdlər istifadə edirmi? Bəli. Səhərlər daha çox istifadə olunur. Nə qədər, məsələn, təxmini nə qədər şagird gedir Sumqayıtda oxumağa? Çox xanım. Ceyranbatan yarısı ilə Sumqayıtda oxuyur da. Təşəkkür edirəm. Yolunuz açıq olsun. Qəsəbə sakini Qərbov Hüseyn.
Xanım, mən bu qəsəbədə yaşayıram, 12 ildir mən bu qəsəbədəyəm. Keçən dəfə bax, keçən 2 gün bundan qabaq 8-ə işləmişdi, Ceyran heykəlindən 9 nömrə düşürdür cəmaatı, cəmaat piyada gəlir. İcra nümayəndəsinə dəfələrlə müraciət eləmişəm, 50 dəfə demişəm, xeyri yoxdur. Deyirəm, bir düş aşağı, 2-ci mərtəbədə oturmaqla. Deyir ki, bir düş, bir qəsəbənin bir halına bax, bir cəmaatın vəziyyətinlə maraqlan, oturmağa gəlməmişəm, bura işləməyə. Mən dəfələrlə müraciət eləmişəm marşrut barəsində. 2 gün bundan qabaqda saat 8-də işləmişdi, Ceyran heykəlindən cəmaatı düşürdü, girmir qəsəbə. Yalandan bahanə eləyir ki, qəsəbədə dönə bilmir. Dəfələr icra nümayəndəsinə demişəm, orada nə oturursan, bir düş qəsəbə ilə maraqlan, bir qəsəbənin halını bax, bu marşrut niyə işləmir 9 nömrə, qabaq işləyirdi, indi nə oldu? Təzə marşrutları veriblər Ceyran heykəlindən gedir. Niyə bura girmir ki? Bura qəşət də geniş də yerdir, girmək olur, fırlana bilir, sadəcə bir bahanədir. Bununla indi mən icra nümayəndəsi, icra hakimiyyətinə müraciət eləyəcəm, yazacağım rəsmi qaydada, görüm nə cavabdır icra başçısı, Abşeron rayon icra. Bu icra nümayəndəsini 50 dəfə heç tapa bilmirəm yerində. Xanımı deyirəm, xanım mavindir, 50 dəfə deyirsən, xeyri yoxdur. Ancaq yola verirlər. Başqa cür belə də halı budur. O problem odur. Bizimki getdi orada durdu. Gələ indi biz buradan oraya keçib bura. Bax o 10 dəqiqə duracaq orada. Düz deyil, qəsəbədə sən durdu orada. Amma o sizin qəsəbəyə gələcək marşrutu da. Bax bizim marşrut. O bax girirdi, başlayan o girirdi bizə. Xanım, qoy bunu. Ceyran batana gedir. Bax, bizim 9 nömrəli avtobus, bax bu Ceyranın yanından içəri girirdi. İçəri girirdi. Amma içəri girmir indi. Gəlir buradan fırlanır, gedir yolun özündə durur. Biz də məcbur olub bu pləkanlarla qocası, qarısı, uşağı məcbur olub keçib gedib orada minirik. Eləsi də var, buradan qaçır, gedir yolla. Maşın vurar, bir şey olar, kim cavab verəcək onlara? Uşaq var, axsiyan var. Bax, görürsünüz oğlan keçir, bax, oğlan gedir, bax. Bax, görürsünüz. Qəzaların sayı artacaq. Hə, bax, burada qazan sayı artacaq. 15 gündür, neçə gündür gedir o üzə. Hə, o üzə gedir uşaq. Hə, bax, belə şey olar. Bizim avtobus necə gəlib Ceyranbatanın içinə girirdisə, indi də gəlsin Ceyranbatanın içinə girsin, sonra bizi aparsın Sumqaydada. Biz saray avtobusu ilə getməyəcəyik. Niyə getməliyik? Saat yarım vaxtımız gedir. Hə, indi görün bu pləkanla qoca, qarı, axsiyan buradan çıxıb gedə biləcək. Ora qışı var, yazı var, soğuğu var. Nətər olacaq bu? Xahiş edirik, bunu həll eləsinlər. Çox xahiş edirik, artıq dərəcədə. Hal-hazırda Ceyranbatana gedən yol üstəyiz. Və sizin dediyiniz kimi 9 nömrəli marşrut buradan içəri girmir. Girmir. Bax buradan içəri girmir 9. Gəlir, yanır orada 5 dəqiqə. Sumqayıtdan gələnlər. Gəlir 5 dəqiqə durur burada, çıxır gedir saraya. Hə, saraya. Yəni biz məcburuq, bax bu pləkanları çıxaq. Bax bu pləkanı. Mən 35 il xidmət eləmişəm, silahlı qüvvələrin veteraniyəm, müharibə veteraniyəm. Medallarımın sayında demirəm. Kimi maraqlısa gələr medallarımı da göstərərəm. İndi deyin görün, mən MRT-yə necə gedim? Bir ildir mən müalicə oluram. Bax, 1 ildir müalicə oluram. Bu onurğa sümüyümdə balaca problemlərim çıxıb. İndi deyin görün, mən buranı necə çıxım? Avtobusa necə minim, gedim o tərəfə? Deyin mənə görün. Tək mən deyil, yoldaşlar, qardaşlar, tək mən deyiləm. Burada 20 min əhali yaşayır. 20 min. 20 min əhali yaşayır. Bunun xəstəsi var, ağbirçəyi var, qara saqqalı var, ağbirçəyi var, ağsaqqalı var, uşaqları var. O bizim hələ bir məktəbimizin biri də o tərəfdədir. Ceyranbatanın yəni o tərəfindədir, biri də buradadır. Bu köhnə məktəbdə o təzə tikilib. Yəni buradan ora gedən də var. O balaca körpü uşaqlar var ki, buradan məktəbə gedirlər o tərəfə. Var, oradan bura məktəbə gəlirlər. İndi deyin görün, bax bu necə olur? Avtobusa minib gəlirdilər də rahat. Ha, buradan da avtobusa minirdilər, gedirlər ora. Məktəbli uşaqlar bunun üstündən keçilir, belə yoldan da keçirlər. Belə, bəli. Neçə dəfə görmüşəm, tələsən də var. Buradan keçiblər. Neçə dəfə körpünün altından neçə dəfələrlə görmüşük, acı qışqırmışıq, kömək eləmişik. Nə bilim abala buradan keçmə. Cəmaatda olan ehtiyaca görə lazım olub da həlbə keçiblər. Hə, məcbur keçiblər də, elə belə yəni cəmaat buradan keçmir. Məcbur olan şəxslər keçir yolda. Bu indi o da yəni belə necə deyim, bunu tez eləsəydi yaxşı olardı. Bu bir aya yaxın bu problemalar gedir, bu Ceyranbatanda problemalar çoxalır.
Həmin elə buna görə. Sizin efir vasitəsilə bütün bu işlərin başında duranlara xahiş edirəm ki, xalqın balaları bu keçidin altdan keçir, üstdən keçmirlər. Vallahi altdan keçib avtobusa minirlər. Ayıbdır, hamımız insanıq. Bunu biz prezidentə mi deyək həll eləsin? Axı hər şeyin yeri var. Hansı orqanda işləyirsən işlə, o orqanın yəsi qoyub da oraya yağ qoyub. Bu yağlara tapşır günah. Deyilən ayıbdır. Xəcalətdə eləməsin bizi. Uşaqlarımız körpünün altdan keçir. Niyə biz utana danışaq? Ceyranbatanda girmir o. Bax görürsən gedir. Buradan oraya 200 metre yolda girmir oraya. Girmir, gedib pırağın orada duracaq. Yox, burada durmur. Bu saraya gedir Pıramoy. Əgər Ceyranbatandan Sumqayıta geçsə, orada kuruk var. Kurukdan dönüb gedir. Bu ne? Ha görürsən? 200 metre yol. Bunlar indi piyada gedirlər. Ha görürsən? Bunlar piyada gedir. Nədir bunların günahı? Qoy Ceyranbatanda salsın da bunları. Bunun günahı var uşaq. Valideyn balalarının dalınca. Bu ne? Hamısı gedir gəlir.